Əslində bayaq söhbətin də əvvəlində dediniz ki, insan çox belə qəribə bir varlıqdır. İnsan beyninin nələrə qadir olduğunu hələ ki biz əlbəttə ki bilmirik. Mən düşünürəm ki, əgər sən necə ki bu gün axşam bilirsən ki, axşam qaranlıq olacaq və sən istəyini də o cür bilməlisən ki, sən çıxacağın yolda hara gedəcəksən, kim olacaqsan və kim olmaq istəyirsən. Bunun dəqiq bilsən, mən düşünürəm ki, səni bu yolda heç kim saxlaya bilməz. Bəli, Aytən xanım, sizlə razıyam. Afət xanım, necə düşünürsünüz? Bax, sizin yolunuza daş qoyanlar olubmu? Olubsa bu xanımlar olub, yoxsa bəylər olub biznes sahəsində? Deməli, Aytən xanım, olubdu. Əslində olubdu, amma bilirsiniz necə? Mən hər zaman necə yanaşmışam. Burada mənə yanaşmam fərqli olub. Düşünmüşəm ki, xanım məni başa düşmür. Həmən anda. Mən ona daş qoymaq kimi yox, məni anlamır kimi baxmışam, qarşılamışam. Şimdi zaman lazımdır. Bu xanım hələ ki məni anlamır. Məsələn, buna görə belə davranır. Amma heç bir hirslənməmisiniz, əsəbləşməmisiniz. Orada inansız o məqam ki olub hirslənmək, mən onu hirslənməmişəm. Sadəcə olaraq qəbullanmışam ki, anlamadı məni. Mənə zaman lazımdır. Demək, mən anlatmadım, anlada bilmədim. Zaman içərisində anlayacaq. Yenə özünüzdə əslində dəyişməyi və təkmilləşdirməyə qayıtmışsınız. Bəli, ora qayıtmışam. Yəni onu mən sırf yox, bu xanımlar tutam ki, bu xanım imenli mənə bu pisliyi edəcək deyə kimi yanaşmamışam.